salam uşaqlar, verilişimiz 2 hissədən sahib. Xoş gəldiniz. Hadi gözlədi danışlama. Danış. Allah. Aa. Nə ləzzət eləyir? Bülbül kör. Aa, söz söymək ki, mən sənə görə burada bezirəm sansur qoymaqdan. Çəksə? Yox, böyle paylaşdım. Yo, paylaşacağım. Deyəcəm, baxın, mədəniyyətsiz şəxs, eyvan, eşşək. Dən şeirdir. Denən də ağzına gələnlər. Ağzıma gələn danışmıram. Ama nə olacaq bu həyatın axırı? Axı yaxşı olan. Baxın, Allah vericisi, Allah vericisi. Normal albomumuz haqqında nə deyə bilərsən? Dehardasan. Albomumuz haqqında nə deyə bilərsən? Albomum martı 29-u gələcək. Səncə klip çəkək yoxsa yox? Məncə çəkməyəm. Niyə? Hava şəraiti icazə verir. Nə bilirsən nə vaxt çəkəcək? Hala martın 29-una hala 30 gün şey. Dehardasan. İnşallah albomda triklərin birinə klip çəkək mi, çəkməyək? Paylaşandan sonra bizə məlumat verərsiniz. Sizcə çəkməyək? Uzak sahillerde dilime düştü bir nəğmə. Geldi içimden dedim. Yaz onu qeydinə yadımdan çıxmasın. Arada sana yanar. Şimdi Axı qada edildi. Ərəblərin məsələ. Düşdü dərddən düzəməzsin onu demə beyradə elədi. Eləməzdim mən onu ki fərhad elədi. Hərə bir donla qaçıb canını azad elədi. Yenə hicranıma yarım məridə tab elədi. Sağ ol Ayşə. bir şeir dedim, güzel dedim, gelmedin. Sana hamıdan güzel dedim, gelmedin. Yaşa şu. Ayağıştır kamera. Hamısı qaydasında. Yığışdır o oyuna yekə oğlansa deyirəm hüzürlüyəmsə kamera. 2000 years later. Video tutar. Danış. Nədən aşağı? Şeir dedim, güzel dedim, gelmedin. Sana hamıdan güzel dedim, gelmedin. Güzel olan her şeyi sen körladın. Ne ettimse Arasını körladım. Aküle yıktım orada duruyor. Kadr götürürəm deyə. Salam aleyküm, hoş gelmişsiniz. Olmadı təzdən. Salam aleyküm, hoş gelmişsiniz. Bugün gelmişik. Olmadı. Salam aleyküm, necəsiniz? Hoş gelmişsiniz bizim yeni verilişimizə. Verilişimizin adı Ramazan ətirli cüməniz mübarək. İndi bu gün cümədir, amma başqa günlər cümə olmasa da bizim verilişimizin adı budur. Bununla barışın, yəni
mən dəyişən verilişin adını. Bugün Ramazan ayının bugün neçənci gündə yadımdan çıxdı. Bugün Ramazan ayının 9-cu gün olmalıdır ya 8-ci gün. Acan bağlı qarab. Harda Söz də. Ramazan ayı Allah tutduğunuz oruçları qəbul eləsin. Nə niyyətlə tutsunuz? Allah qəbul eləsin. Allah hər evdə xeyirli maşın, yaxşı maşın qismət eləsin. Ay maşın orada. Hə maşın satırdım bir ara ondan. Sonra nə deyim? Nə deyək? Belədir nə? Avara həyat yaşayıram. Nə bilim. Arxa plana hansı mahnı qoyarıq? Oğru Mamed masallı. Nəsə, belə. Allah hamımıza can sağlığı versin, uzun ömür versin. Başımız dərd bəla görməsin. İşimiz itlərdən keçməsin. Allah tutduğunuz oruçları qəbul eləsin. Etdiyiniz duaları Allah qəbul eləsin. Başqa nə deyim? Belə. Yenə də baxdığınız üçün, izlədiyiniz üçün təşəkkür edirəm. Minnətdaram. Allah canınızı sağ eləsin bir daha. Gələn görüşlərə dək, gələn görüş yadımda saxlayacağım Ramazan ayı neçənci gün. Bugün yadımdan çıxmışdı. Bir cüzvi də olsa əxiyəm. Biraz xod verdi özümə. Bilməliyəm, amma yəni özüm də oruç tuturam ha. Dərslə bağlı sanmıram, yəni idman çox olur, dərslə bağlı tuta bilmirəm. Amma Ramazan ayının birinci günü, ilk günü tutmuşdum. Çox sağ olun. Oruç tutanlar, üzrü sayın. Yəni içməliyəm, boğazım qırıldı. Bugün oruç iftar vaxtı saat 18:25 olmalıdır. Heç birdən garanti vermirsən, nə olmalıdır, hə? Bilməm veriş niyə yaranır. Bunu niyə çəkirik? Mən niyə buradayam? Oradan bir dənə diskotek ilə dolaşırıq. Çayda 10 qəpik bastım cibinə o gəldi. Süzən də yaxşı qardaşımızdır. Ayda. Yenə də üzrü sayın oruç tutan, üzr istəyirəm. Baş əydim qarşınıza. Yəni içməliyəm. Danışıram, boğazım quruyur, yəni şirə ifrazat eləyir mədəmdə. İndi bilməm hardasa da, yəni görə bilmirəm. Oldu, çox təşəkkür edirəm. Veriliş haqqında da heç nə deyəmirəm, çünki heç nə bilmirəm. Mən ağzıma gələn də danışıram. Oldu, çox sağ olun, gələn görüşlərə. Söndür da. Hər kəsə salam uşaqlar, verilişimiz 2 stəkan çay verilişidir. Xoş gəldiniz. Uşaqlar. Hadi gözlədə danışıram artıq. Danış gedir. Yəni salam bir daha hər kəsə. Ramazan ayı olduğu üçün çay içirik. Amma belə bizim vəziyyətimiz budur. Rumka yoxdur, amma çay var da. Hər kəsə salam uşaqlar, hər birinizi xoş gördük. Bugün biz ormanlarıq. Bugün bəzi suallar yazılıb ki, onlara cavab verəcəyik. Hal-hazırda mənim əlimdədir suallar. Bu sualları cavablandıra bilərik də, cavablandıra bilmərik də. Bu könüllüdür, təbii ki də. Dedik vlog 4-ü çəkək sizin üçün, həm də ki bir veriliş olaraq, podkast olaraq çəkək. Öncə əməkdaşımız özünü təqdim eləsin. Səhərdən qırtıma təqdim eləsin. Az biraz kəsir də. Öncəliklə Öncəliklə salam. Necəsiz uşaqlar? Çoxunuz tanıyırsınız, tanımayanlar da deyim.
Nəsə? Kəsmə. Sansür qoyacağam. Gözüm mən çəkməyəcəm. Yaxşı. Dedim hələ sonra verəcək. Qoy bir xaraba başla. Video gedir. Həqiqətən də cidden deyirəm, and ol Allaha. Yəni günüm bərbaddır da. Bu uşaq gələndə ancaq gülürəm və səmimiyyətimə and olsun. Yəni bu gəlməsə mən heç nə aparırlar. Yəni bunu görəndə üzüm gülür. Güləndə də bir xoşuna gəlmir, nə bilim. Gülmə. Özünü təqdim elədim. Düşü. Özünü təqdim. Hə təqdim elə tez ol. Ya deyirəm də mənə YouTube-dan tanıyanlar tanıyırım da Arifin dostu kimi, Ormandadım. Say verərsən. Zayıf Orman, .44'dadım YouTube-da. Bu gün ya Arifdir. Arif deyəcək, nə deyəcək, yəni mən də indi yanında oturmuşam da, indi bəlkə nəsə lazım olar. Buyurun. Get yaz başla. Hə uşaqlar, bizə suallar, 10 dənə sual var. Onunla da cavab verə bilərik də, verməyə də bilərik. Yəni belə qonağa qulluq elə bilər. Qənd gətirib üstümə. Nəsə, birinci sual ormanadır. Qənd qabın gəl. Birinci sual ormanadır. Nə vaxt Ariflə bir dəfəlik ayrıla bilərsən? Nə vaxt Arif? Ağır sual oldu. Bəli, ağır sualdır. Yəni neçə illərdir davam eləyən bu ünsiyyət, dostluq, qardaşlıq. Yəni hələ də davam eləyir. Yəni bu ünsiyyət bu dəqiqə elə bir məqamda pik səviyyədədir, onu deyim əvvəla. Yəni çoxsu fikirləşə bilər, düşünə bilər. Arxadan nəsə parasqat eləyə bilər, amma hər şey odur. Mən də inanmıram, çətin. Bəlkə də ömrümüzün axırına qədər. Onu Allah bilir, o heç. Amma yəni öz fikrimdə ömrümün axırına qədər. Çox sağ ol, təşəkkür edirəm. Növbəti sual. Çox sağ ol qardaş. Ariflə nə vaxta qədər vlog çəkməyi düşünürsən? İkinci sualımızda. Vlog çəkməyi əslində istəmirəm. Amma həqiqi çox boşluqdur. Yəni günü keçirmək üçün də. Belə bir gəlirəm, bir yerdə oturuq eləyirik, deyir vlog çəkək. Biraz istəməsəm də, yəni bir şey ərsəyə yatırıb alındırmaq istəyirik. Yəni indi bugün də elə oldu, amma yenə də çəkirik indi. Çox sağ ol. Yəni yenə də çəkərik. Yəni ki, istəməsəm də çəkərik. Çox sağ ol Orman bəy. Təşəkkür edirəm. Üçüncü sual mənə verir. Buna cavab verə də bilirəm, verməyə də bilərəm. Yazıb ki, nədən ancaq, nə bilim, quruz, ayrılıqdan, sevgidən yazırsan, söhbət edib musiqidən gedir. Bu sualı 50%-nə cavab verə bilərəm ki, sadəcə günlük yaşamım, yəni mənim yaşam tərzim günlük onu göstərir. Çünki demirəm, yəni xoşbəxt yaşamamışam, olub amma az olub. Sadəcə işimin başında əziyyətlər falan, yəni sadəcə bu his gəlir deyə belə yazıram. Onu gedirəm, mən anladım. Dördüncü sualda odur, yenə mənə verilib dördüncü sual. Mövzu nədir dördüncü sualda? Bildiyiniz qədər albomumuz Gözlər Ağlamasın albomudur. Yəni burada yarım qalmış sevgidən də var, nə bilim, bir xəstənin hər kəsin ayrı düşməsi də var, nə bilim, bir xəstə, bir insanın bir insanı itirməsi var. Onun üçün hər anda gözlər ağlayır, onun üçün mövzu budur. İndi deyirəm bunu anladınız. Beşinci sualımız, 6-cı sual. Beşinci sualımıza Orman cavab vermədi, ümumiyyətlə. Yoxdur, o sual bilinmir. Bu sual 5-ci sual bildi verilən. Yaxşı. O sual yoxdur. Yaxşı uşaqlar, 5-ci sual verirəm. Orman, dostlarımın içində ən çox yaxın dostların kimdir? 3 nəfər say. Belə çox yaxın dostum yoxdur. Yəni var, çoxdur da. Yəni uşaqlıqdan, məktəb vaxtından, kənddə olduğum uşaqlardan var. Elə birinci növbədə Arifdir. İndi yəni əsgərlikdə olanda var.
Kisəs yarıdadır, onlar da Allah qorusun, Allah günəş yarıdaları qorusun. Bizimkilər də onun içində. Yəni ən yaxın Arifdir birinci növbədə. Yəni ki, neçə vaxtdır, vəbşə çox vaxt keçirdirik. Bəlkə də 2 ilə yaxındır ki, demək olar ki, günümüz bir yerdə keçir də. Yəni 11-ci sinif qurtarandan danışıram. 2 ilə yaxındır. İkinci növbədə isə indi hal-hazırda burada olan, yəni belə deyim də, mülküdə olan Elbrusdur. Yaxın. Bir hamısı yaxındır. Yəni indi o sözümə görə heç kim inciməsin. Nədir ki, Arif yanımdadır deyə Arifi birinci demirəm. Yəni başqası məndən inciyə bilər, başqa dostlar məndən inciyə bilər bu sözümə görə. Amma yəni günüm Ariflə keçir, çox vaxt bununla. Yəni yaxınımdır. Hamısı yaxındır. Ən yaxınım da olan budur. İkinci növbədə də Elbrusdur. Onu da bəlkə tanıyırsınız. Üçüncü növbədə də Murad var, Murad qardaşımız. Ona Nədir? Nə deyirsən? Loveles bizim editordur. Hazırda Hal-hazırda danışmırıq. Biraz Danışmırıq aramızda deyəcək, soyuqluq yəni var. belə- Mənim, mən öz şəxsən. Bu deyil, belə danışırıq. O çox dərsə bağlıdır. Yəni universitetdə oxuyuruq da indi. Dərsə bağlıdır deyə, yəni boş vaxtda çox olmur, amma belə arada zəng, yazışma falan olur. İndi bu da olur, prosta indi çox danışmır. Yəni özü yaradır da onu, özü dərsə görə falan şey eləmir. Yazışıb danışa bilmir. Üçüncü də Muraddır, amma belə Nəsə, ilk üçə girən bunlardır, ilk üçə İlk girən. üçdə bizik. Belə də ki, heç o belə barmaqla sayılası qədərdir onlar. Onun dənə onlar olmaz, yəni yaxınım. Əsas odur ki, Özüm bildiyimdə. dost bildiklərin olsun. Belə çox deyil, dost. Keçid edirik Əsas 6-cı qardaş. suala və Orman bəy xahiş edirik ki, belə danışmayasınız. Sənə xətri çox istəyirəm, özün bilirsən. Qısa, Yəni. bir cümlədə. 6-cı Sən sual. otobüsü dənsə. 6-cı sual yenə sizə verilib. Görək. Bu sualı verim mi, vermeyeyim mi? Baxırıq, kəsiləcək orada. Hayır, yaxşı sual oldu. Yox, tamam verməyə bilərsiniz. Yox, elə sualdır, bəlkə kəsəcəm mən orada. Yaxşı, Verib tutar da. Gəzdim xəstəxana yollarında, üzdülər bu vəziyyətdə olmağıma. Utandım üzündə solmağıma, istədim ölüm anam qollarında. Bizlər yaşadıq, peşman oldu hər kəs düşman. Tanımadım, anlamadım.